27 sentyabr Anım gününün 5-ci ildönümü ilə bağlı Ağcabədidə silsilə tədbirlər, ziyarətlər davam edir. Növbəti tədbir sentyabrın 26-sında rayonun Salmanbəyli kəndində keçirilib. Salmanbəyli kənd qəbristanlığında baş tutan mərasimdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Çıxış edən rayon rəhbəri Rafil Hüseynov qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında Salmanbəyli kəndinin vətənpərvər oğulları gözlərini qırpmadan daim müharibə meydanına atılıblar. Düşmənlə savaşda qəhrəmanlıqlar göstəriblər. Nəhayət, son məqamda ölümün gözlərinə dik baxıblar. Belə oğullarımız Azərbaycan xalqının fəxirləri, qürur yeridir. Rafil Hüseynov habelə şəhid ailələrinə, onların yaxınlarına başsağlığı verib. Bundan sonra 1-ci Qarabağ müharibəsi şəhidləri Xaləddin Quliyev və Əlfi Məmmədovun, Vətən müharibəsi şəhidi Samir Mikailinin və ordumuzun 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan anası Rəna xanımla yanaşı uyuyan Tuncay Əlizadənin məzarları ziyarət olunub. Vətən oğullarının məzarları üzərinə çiçəklər düzülüb, ruhlarına dualar oxunub. Allah rəhmət eləsin. Kənd qəbristanlığında şəhidlərimizin xatirəsinə sərv ağacları əkilərək suvarılıb. Kəndin ağsaqqalı Heydər Məmmədov şəhid valideynləri və kənd sakinləri adından icra başçısına öz minnətdarlığını ifadə edib. Allah şəhidlərimizə rəhmət eləsin. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.